Salam dəyərli şagirdlər. Gəlin ehtimala aid belə bir suala baxaq. Deyir, torbada 4 qırmızı və 3 qara kürəcik var. Bu torbadan təsadüfən seçilən 5 kürəcikdən torbada 1 qara və 1 qırmızı kürəciyin qalması ehtimalını deyir. Deməli, bizdə cəmi neçə kürəcik var? 4 üstəgəl 3 bərabərdir 7 kürəcik var. Bu 7-dən 5-i seçilir. Kombinezon 7-dən 5 bərabərdir. Bunu hesablayaq. 7 faktorial bölünsün 5 faktorial vurulsun 2 faktorial. Yəni 2 faktorial 7 minus 5 faktorial deməkdir. Olacaq 7 vur 6 vur 5 faktorial vur 5 faktorial 2 faktorial da 2 deməkdir. Bunlar gedir, ixtisar gedir və 2 ilə də 6 ixtisar gedir 3. Yəni 7 vurulsun 3 bərabərdir 21. Bu bütün halların sayıdır. Bütün halların sayı 21-dəndir. İndi torbada 1 qara, 1 qırmızı kürəcik qalırsa, ümumi 4 qırmızı var. 4-dən birini çıxıram 3 və 3-dən də birini çıxıram 2. Seçilmələri arasında biz 3 dənə qırmızı seçməliyik, 2 dənə də qara seçməliyik. Onda cəmi 4 qırmızı var. Onda seçilənlər 4-dən 3-ünü seçməliyik. Kombinezon 4-dən 3 vur. 3 dənə qara var. 3 dənə qaradan da ikisini seçməliyik. Kombinezon 3-dən 2 bərabərdir. Bu 4 faktorial bölünsün 3 faktorial vur 1 faktorial və bunun qiyməti də ikincinin qiyməti də 3 faktorial böl 2 faktorial vurulsun 1 faktorial. Bunları birisi hesablasaq 4 vurulsun 3 bərabərdir 12. Bu da əlverişli halların sayıdır. Əlverişli. Deməli, İndi bizdə ehtimalı hesablamaq üçün nə edirik? Əlverişli halların sayını, yəni 12-ni bölürük bütün halların sayını, yəni 21-ə. İxtisar getsə qalacaq 7-də 4. 3 ixtisar getsə, bu da 4, bu da 7, 7-də 4 qalacaq. Deməli, bizim ehtimalımız oldu 7-də 4. Və burada niyə hasil oldu? Axı burada və deyir, ona görə hasil olur. Və ya desəydik cəm olardı. Cavabımız 7-də 4 olacaq.